Qrafiklərdə 5 ayrı məntəqədə günorta vaxtı üçün günəş şüalarının düşmə bucaqları verilmişdir. Məntəqələrdən hansı Cənub qütb dairəsi üzərində yerləşir? Deməli, burada ümumiyyətlə məsələləri işləyəndə məsələdə şərtdə nə deyildiyini əsas məqamı qeyd edib, əsas məqamı tapsaq, əsas məqamı tapandan sonra cavabları tapmaq rahatdır. Yəni, sualın 50%, cavabın, daha doğrusu sualı anlamaq cavabın 50% deməkdir. Burada da məktəbin əsas sözü Cənub qütb dairəsidir. Yəni, bizə Cənub qütb dairəsini soruşur və Cənub qütb dairəsini fikirləşməliyik. Cənub qütb dairəsi də biz bilirik ki, 66.5 Cənub dairəsidir. 66 Cənub dairəsində deyir, nə deyir? Günorta vaxt günəşin düşmə bucaqları verilmişdir. Düşmə bucağı. Bir də düşmə bucağı. İkinci. 66.5-ə günəşin düşmə bucağı. Bunu əsas sözün, daha doğrusu sualın əsas hissələri bunlardır. 66.5 qütb dairəsi, bir də günəşin düşmə bucağı soruşulur. Gəlin bir baxaq. Ümumiyyətlə 66.5-ə Cənub qütb dairəsinə günəşin düşmə bucağı deməli 66.5 Cənub dairəsi. Deməli, buna düşmə bucaqlarına baxaq. Ümumiyyətlə, 66.5 Cənub dairəsinə günəş Cənub yarımkürəsində olanda daha çox günəş şüaları düşür, daha böyük bucaq altında düşür. Və bu tarixlərdə 21 mart, 22 dekabr, 23 sentyabr. Bu tarixlərdə Cənub yarımkürəsində olur günəş və 66.5-ə böyük bucaq altına düşür. İndi gəlin bu tarixlərə baxaq. Məsələn, A-da 22 iyunda deyir, 21 martda 22 iyun daha böyük bucaq altına düşür. A getdi. Sonra C də eyni ilə. O da getdi. Yox, bir dəqiqə. Deməli, 21 martda deyir 90 dərəcə. Bu da səhvdir. Ümumiyyətlə 90 dərəcə bucaq altına düşmür bu məntəqəyə. Sonra burada 22 iyunda deyir B variantı daha böyük bucaq altına düşür. Görürsünüz bunu 22 iyunda. 22 iyunda. Bu da səhvdir. Sonra növbətiyə baxaq. Deməli 22 iyunda yenə 30 dərəcədən daha çox düşür. 22 dekabrda 0 dərəcə düşür. Burada bir məqam var. 66.5-də qütb gecəsi müşahidə olunur. Qütb gecəsi nə zaman müşahidə olunur? Günəş şimalda olanda. Günəş şimalda nə zaman olur? 22 iyunda. 22 iyun tarixində günəş şimalda, burada qütb gecəsi olur, deməli günəş olmur. Günəşin düşmə bucağı da 0-dır. Burada biz baxsaq görək ki, 22 iyunda günəşin düşmə bucağı 0-dır. Cavab E variantı. Qrafikdə məntəqənin 21 mart, 22 dekabr, 21 mart, 22 iyun tarix gecə gündüz uzunluqları verilmişdir. Sualın əsas hissəsi budur. Tarixlər verilib və gecə gündüz verilib. Məntəqə hansı coğrafi enlikdə yerləşdiyini müəyyən edin. Deməli, müxtəlif tarixlərdir. 12 saat, 12 saat məlum məsələ 21 mart istənilən məntəqədə gecə gündüz bərabər olur. İndi baxaq 22 dekabrla 22 iyuna baxaq. 22 dekabrda gündüz uzunluğu nə qədərdir? 18 saat. Deməli, bu olsun 23.5 Cənub dairəsi, bu olsun 23.5 Şimal dairəsi. Burada olur 22 iyun, burada olur 22 dekabr. İndi deyir ki, gündüz uzunluğu 18 saatdan çoxdur 22 dekabrda. Gecənin uzunluğu 6 saatdir. 22 iyunda gündüz uzunluğu 6 saat, gecənin uzunluğu isə
Deməli 22 dekabrda gündüzün 18 saat. Daha doğrusu 66,5 Cənubi İndonezya. Gündüz uzunluğu deyir 18 saat. Yəni 12-dən bu 12-dir. Ondan çoxdur. Deməli bu məntəqələrə gəlib düşür. Deyək ki, həmin məntəqə. Çünki 22 gündə də gecənin uzunluğu çoxdur. Və biz həmin gündüzün uzunluğuna görə 18 saat və biz bilirik ki, bu olur Cənub yarımkürəsində. Şimallar gedir, ekvatorda gedir. 18 saat qalır bunlar ikisi. 18 saat bir də gündüzün 18 saat. Biz deyirik ki, 66,5-də olur 24 saat. Yəni 66,5-ə kimi 24 saatdan azdır. 66,5-dən aşağıda 24 saatdan çox. Deməli 80 Cənub İndoneziyasında 24-dən çoxdur. 55-də isə 24-dən az. Çünki 80 66,5-dən qütbə doğrudur 80. 55 isə ekvatora doğrudur. Biz dedik ki, qütb gündüzləri qütbə doğru getdikcə 66,5-dən başlayaraq artır. Ona görə cavab C variantı. L-Venn diaqramı, tropik iqlimə mülayim, bir də qütb iqlimə. Tropik iqlimə qurşaqları, ümumiyyətlə iqlimə qurşaqlarının sərhədləri tropiklərdir. 23,5 cənub, 23,5 şimal, sonra 66,5 şimal, bir də 90 dərəcə qütb. Deməli, tropik iqlimə qurşaqları bunlar arasıdır. Tropik. Sonra mülayim. Buradan burada qütb. Qütb iqlimə qurşağı. Eynilə cənubda da eynilə. Günəş ildə 2 dəfə zenitdə olur, ancaq tropiklərdə zenitdə olur. Gecə gündüzün adi növbəsi pozulur. Qütblərdə pozulur. Bütün fəsillər müşahidə olunur. Ancaq mülayimdə demək olar müşahidə olunur. Avrasiya materikində yerləşir. Yerin coğrafi qütbləri yerləşir. Səhvdir. Avrasiya materiki hər üçündə var. Coğrafi qütblər ancaq qütbdədir. Yerə bastırılmış şarqlı dirəyin günorta vaxtı şarqlı dirək bastırılıb. Günorta vaxtı kölgə il ərzində dəyişmə qrafiklərin hansı Bakı şəhərinə aid etmək olar? Verilənləri çək. Əsas çək. Bakı şəhəri 40 şimal idarəsi. Bakı. Bunu paralelini bilirik. Və kölgənin uzunluğu. Biz dedik ki, günəşin düşmə bucağı artdıqca kölgənin uzunluğu azalır. Günəşin düşmə bucağı artdıqca kölgənin uzunluğu əksi də olur. Günəşin düşmə bucağı azaldıqca kölgənin uzunluğu artır. İndi də baxaq. Bakı şəhərinə günəşin düşmə bucağı nə zaman artır? Günəş şimal yarımkürəsində olur. Nə zaman olur? 22 gündə olur. Və günəşin düşmə bucağı artdıqca kölgənin uzunluğu azalır. Deməli 22 gündə kölgənin uzunluğu az olmalıdır. 0 ola bilməz. Çünki 90 dərəcə düşmür. 22 gündə günəşin düşmə bucağı artır. Çünki günəş şimal yarımkürəsindədir. Kölgənin uzunluğu azalmalıdır. Bu da səhv. Bu da səhv. Deməli, qalır D ilə E. Yəni 0 ola bilməz. 21 martda 0-dır. Mümkün deyil. Yəni 90 dərəcə olmalıdır, düşməlidir. Deməli, cavab D variantı. 22 gündə günəşin düşmə bucağı artır. Kölgənin uzunluğu azalır. 22 dekabrda günəş cənub yarımkürəsində olur. Günəşin düşmə bucağı artır, azalır. Kölgənin uzunluğu da artacaq. Yəni günəşin düşmə bucağı ilə kölgənin uzunluğu tərs mütənasib. Biri artanda biri azalır, biri azalanda biri artır.